Değerli abituriyentler, hər birinizi xoş gördük və bugün 27 aprel Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının ingilis dili fənni üzrə olan sualların izahı ilə davam edəcəm. 13 nömrəli testdə diqqət edirik. Passive voice, yəni məchul növ bizdən tələb olunur. Məchul növü seçərkən ilk öncə biz cümlənin zamanına fikir veririk və birinci cümlədə ate feilini görürük. I ate sandwich for breakfast. Mən səhər yeməyi üçün sandviç yedim. Və burada biz artıq keçmiş zamanda olan feil görürük. Əgər feilimiz keçmiş zamandadırsa, bizim düsturumuz məchulda was və V3 olacaq. Və digər variantlarda eaten tek feil məchul yaratmır. Burada ümumiyyətlə mübtədamız I idisə yenidən cümləyə gəlib, E-də də həmçinin C və D variantı arasında qaldıqda is eaten indiki zamanın məchuludur. Doğrumuz elə D-dir. Sandwich was eaten for breakfast. Yəni sandviç nahar üçün yeyildi. 14 nömrəli testə diqqət edirik. Emily is one of generous students in class. Artıq biz burada doğru artikel seçməliyik. Mostdan sonra sifət birinci əlamət, of ikinci əlamət. Bu onu göstərir ki, biz mütləq şəkildə orada Z artikli istifadə edəcəyik. Ona görə A və C variantına diqqət edirik. İkinci isə class. Emily sinifdə ən alicənab şagirddir. Class sinif məlum məkandır insanlara məlum obyektlər hər zaman Z ilə verilir. Doğrumuz elə A variantıdır. 15 nömrəli testə diqqət edirik. Yesterday I a letter to my parents and it. Dünən mən valideynlərimə məktub yazdım və onu göndərdim. Birinci yesterday bizə sadə simple past keçmiş zamandan xəbər verir. İkinci hərəkətlər ardıcıl baş verir. Ardıcıl hərəkətlərdə biz sadə keçmiş zaman istifadə edirik. Uzlaşmalara da diqqət edin. Send indiki zaman, B-də də indiki zaman, have və üçlər hər ikisi indiki bitmiş zaman, elə doğrumuz A variantıdır. I wrote and sent şəklində. İndi isə digər deməli feil cümləmizin izahı ilə davam edirəm. 16 nömrəli testdə bizdən sözün mənası tələb olunur. To agree to take something that is offered or given. Verilən və ya təklif olunan bir şeyə razılıq vermək, yəni onu qəbul etmək deməkdir. O zaman tərcümədə believe inanmaq, attend qoşulmaq, build qurmaq, yaratmaq, feel hiss etmək, B variantında isə accept qəbul etmək. Deməli doğrumuz elə B variantıdır. Deməli, 17 nömrəli testə baxaraq bizdən antonim, əks mənalı söz tələb olunur. Sadəcə cümlədə altından xətt çəkilmiş sözə diqqət eləmək kifayətdir. To buy, almaq, əks mənalısı satmaq. O zaman show, göstərmək, send, göndərmək, change, dəyişmək, close, bağlamaq. Doğrumuz C variantıdır. To sell, satmaq. 18 nömrəli testdə mürəkkəb isimlər tələb olunur. Mürəkkəb isimlərdə şəkilçi olmur. Friendshipdə dostluq şəkilçidir. Mürəkkəb isimlərdə iki sözün birləşməsi olur. Yəni tək söz sadə olmur. Poet sadə sözdür. Salt duz sadə sözdür. Musician peşə bildirən şəkilçimiz var. Yəni olmaz. Doğrumuz elə A variantıdır. Birthday doğum günü, bookshop kitab mağazası iki söz birləşib mürəkkəb isim yaradır. 19 nömrəli testdə diqqət edirik. Doğru sual sözü tələb olunur. Onu biz ən asan üsul cavabdan alırıq. I am sure it's Miranda. Əminəm ki o Mirandadır. Deməli Rosie'nin is Rosie talking to on the phone. Telefonda kimlə danışdığı soruşulur və insanın adı çəkilir. O zaman nə vaxt danışdı? Miranda deyə bilmirik. Hara, nə qədər müddət, necə? Yəni bu suallar Miranda belə deyək sualına cavab vermir. Doğrumuz E-dir. Kimlə danışır? Cavabda da Miranda kimi qeyd edirik. 20 nömrəli testdə cümlə tərcüməsindən ötə ən əsas variantlara baxın. To be able-ın to-su yoxdur. Could to ilə olmaz, might to olmaz. Doğrumuz E variantıdır. I can cook lunch after the baby sleeps. Yəni körpə yatdıqdan sonra qəlihaltı hazırlaya bilərəm. 21 nömrəli testə baxırıq. Burada da yenə də biz sözün mənasını tapmalıyıq. Doğru. Is a large amount of water covering an area that's usually dry. Adətən quru olan yerləri belə deyək əhatə edən böyük su axını və artıq burada həmin o sözün mənasına görə tapaq. Mountain su axını dağ ola bilməz, floor döşəmə ola bilməz, garden bağ ola bilməz, grand torpaq. Doğrumuz E-dir. Daşqın sel mənasında. 22 nömrəli testdə isə I have been to the restaurant once it opened. Restoran açılandan orada bir dəfə olmuşum. Bu deməkdir açılandan bəri bir dəfə olmuşam və burada eyni zamanda present perfect görürük. Have və 3 avtomatik onun göstəriciləri bilirik ki, o zamanı təsnif edərkən onun deməli göstərici bağlayıcıları already, yet, since və yaxud da just, ona görə onlardan biri verilib. Elə D variantı bizim doğru variantımızdır. I have been to the restaurant once since it opened. Yəni o açılandan bəri mən o restoranda yalnız bir dəfə olmuşam. İndi isə digər testin izahına baxaq. 23 nömrəli testdə. One of the women stole the research papers the laboratory. Laboratoriyadan tədqiqat kağızlarını qadınlardan biri stole, yəni uğurladı. Laboratoriyadan çıxış nöqtə varsa, burada into A-E-Y-dir. Ümumiyyətlə between arasında deməkdir. Anda altında on laboratoriyanın üstü deyil. Ona görə doğrumuz B-dir. From olacaq laboratoriyadan. Digər testdə diqqət edirik. Burada bizdə 24-də close meaning, yaxın məna, yəni sinonimlər tələb olunur. Sinonimlərə baxarkən A variantında tiny, big, balaca, böyük, artıq bu əks mənalıdır. Healthy, ill, sağlam, xəstə, əks mənalıdır. Better, worse, daha yaxşı, daha pis, əks mənalıdır. Quiet, noisy, sakit səsli, yəni sakit səsküylü antonimdir. Doğrumuz C-dir. Ancient, old, hər ikisi qədim deməkdir. Eyni mənalıdır və sinonimdir. 25-ci testə baxırıq. Burada artıq agreement mövzusudur. Mübtəda xəbər uzlaşması.
Ofdan əvvələ baxırıq, cəm isim görürük. O zaman elə cavabımız 1 və 2 olacaq. 2 saylı xəbərlər cəm xəbərlərdir. Bu qədər dəyərli abituriyentlər, hər birinizə imtahan nəticənizdə uğurlar arzu edirəm.